Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu videoda Eyler Akademi, yəni Nicat müəllimin blok sınaq 85 sınaq kitabından sınaq 78, yəni integral mövzusundan olan gəlin bu sınağın suallarının izahına baxaq. Baxaq birinci suala, görək birinci sualda nə deyir? Birinci sualda deyir ki, 0-dan 4-ə qədər 3x kvadratı dx. Biz bilirik ki, integral 3x kvadratı dx bizdə olacaq. 3 sabit kimi qalacaq. X kvadratının integralı olacaq. X kubu bölünsün 3. Bu da eləyəcək x-in kubu. Deməli olur nə? X-in kubu sərhədlər də verib 0-dan 4-ə qədər. Yəni bu da eləyəcək 4-ün kubu çıxaq 0-ın kubu. Yəni ki 64. Düzgün cavab oldu birinci sualla A bəndir. Davam elə ikinci sualla. İki də maraqlı suallardandır. İkidə deyir ki, integral pi bölünsün 2-dən pi'yə qədər. Bax, sən bir şey bilməlisən ki, sinus kvadratı x üstəgəl kosinus kvadratı x bərabərdir 1. Bu bərabərlikdən mən sinus kvadratı x'i tapsam, daha doğrusu, olar ki, 1 çıxılsın kosinus kvadratı x. Və burada 1 çıx kosinus kvadratı olduğuna görə mən bunu yaza bilərəm kök altında sinus kvadratı x dx. Bax belə. İndi buradan olur integral pi böl 2-dən pi'yə qədər. Kvadrat kökə aparır, qalır modulda sinus x dx. Bax belə. İndi burada biz hardan bilək ki, modul müsbətdir və yaxud da ki, mənfidir. Bax, fikir ver, sərhədləri sənə verib pi böl 2-dən pi'yə qədər. Bax, pi böl 2 buradır, pi buradır. Bu aralıqda. Burada neçənci rübdə? İkinci rüb. İkinci rübdə sinus nədir? İkinci rübdə sinus müsbətdir. Sinus müsbət olduğu üçün deməli olduğu kimi çıxacaq. Olacaq integral pi bölünsün 2-dən pi'yə qədər sinus x dx. Bax belə. Və biz də bilirik ki, sinus x-in ibtidai funksiyası mənfi kosinus x-dir. Sərhədlər pi bölünsün 2-dən pi'yə qədər. Bir dəfə pi qoyuruq, olur mənfi kosinus pi çıxılsın mənfi kosinus, indi pi bölü 2-ni qoyuruq. Pi bölü 2, bax belə. Bura 0 eləyəcək. Kosinus pi eləyir mənfi 1, qabaqda da bir dənə mənfi var, olur müsbət 1. Yəni ki, D bəndir. Bu şəkildə. D bəndir. Davam eləyək. Üçüncü sualla. Üçdə görək nə verib. Üçdə deyir ki, funksiyasının qrafiki 0,2 nöqtəsindən keçən ibtidai funksiyasını tapın. Aha. Gəlin biz bu fx funksiyasının ibtidai funksiyasını tapaq. Yəni integral fx dx-i tapaq. Bu da bərabər olacaq integral 2x üstəgəl y üstü x plus 1 dx. Eləyəcək. 2x'in ibtidai funksiyası olur x kvadratı. Y üstü x-də olur y üstü x. 1-də olur x və üstəgəl bir də s. S də nədir? İntegral sabiti. Bu oldu nə? Bu oldu f'(x). İndi sənə deyir ki, apar x-in yerinə 0 qoy, 2-yə bərabər elə. X-in yerinə 0 qoyanda 0-ın kvadratı üstə gələk, y üstü 0 plus s bərabər olsun deyir 2-yə. Bu eləyəcək nə? 1 üstə gəl s 2-dən, s də buradan bərabər olacaq 1-ə. S oldu 1. Deməli bizdə böyük fx nə oldu? Böyük fx bərabər oldu. X kvadratı üstə gəlinsin. Y üstü x plus 1. Bax belə. Deməli x kvadrat plus y üstü x plus 1. B bəndir. Bu şəkildə. Belə. Davam edirik 4-cü sualla. 4-cü suala baxaq. 4-də deyir ki, f'1'i tapın. İndi bax, fikir ver. Mən burada gəl belə yazaq, fx bərabərdir integral x-dan x kubuna qədər. X kvadratı çıxılsın x dx.
Burada hər iki tərəfdən mən törəmi alsam, nə olar? Olar f'(x) bərabər olacaq. Bu törəmə integral aparacaq. Qalacaq nə? X kvadrat çıxaq x, amma sərhədlər qalacaq. X-dan x kubuna qədər. Bax belə. Törəmə axı integral aparırdı ona görə. İndi burada f'(x) bərabər olacaq. X kubunu qoysam olacaq. X üstü 6 çıxaq. X-in kubu çıxılsın olacaq. X kvadratı plus x. Bax belə. Deyir ki, f'(1'i tap. F'(1 dəki bərabər olacaq. 1 çıx 1, çıx 1 plus 1. Bunlar gedir. 1-dən də 1 çıxıram, eləyir 0. Yəni ki, C bəndi. Belə. 5-ci suala baxaq. 5-də görək bizdən nə istəyir. 5-də deyir ki, integralını hesablayın. Uşaqlar, integral, sən bunu yaza bilərsən ki, x üstü 4 bölünsün, x üstü 5, ayrı-ayrı kəsir şəklində. Üstə gəl, x kubu bölünsün, x üstü 5 və dx də öz yerində. İndi buradan nə olur? Olur integral 1 bölü x, üstə gələk, 1 bölünsün x-in kvadratı. X-in kvadratı dx. Və ayrı-ayrı integrallar şəklində yazsan, olar integral 1 bölü x dx. Üstə gəlsin integral. Bu 1 bölü x kvadratını yazıram ki, x üstü mənfi 2 dx. Aha. Və biz də bilirik ki, integral 1 bölü x dx bizə verir ki, ln modul x plus s-ni. Deməli, birinci tərəfin cavabı oldu ln modul x. İkinci tərəfdə x üstü mənfi 2 olacaq. X üstündə mənfi 2 plus 1 bölünsün mənfi 2 plus 1. Bu deyilir x üstü mənfi 1 bölünsün mənfi 1-dən. Yəni mənfi 1 bölünsün x. Mənfi 1 bölü x. Aha. Deməli cavab oldu ln modul x çıxılsın 1 bölək x plus s. Deməli bu da harda var? Bu da harda var? D bəndində. Bax belə. D bəndi. Bu şəkildə. Davam eləyək. 6-cı sualdan. Aha, 6 deyir ki, əyrilərlə hüdudlanmış fiqurun sahəsindən olan bir sual. Baxaq. İştirixlənmiş hissənin sahəsi. Bax, fikir ver. Gəl funksiyaları bir-birinə bərabər eləyək. Kök x bərabər olsun x kvadratına. X bərabər olacaq x üstü 4-ə. Bu da ki 0 və 1-dir. 0 və 1-dir. 0 onsuz da var. Deməli bura nə imiş? Bura 1 imiş. Olacaq integral 0-dan 1-ə qədər. Yuxarıdakı funksiya, yəni kök x, bir dəqiqə buranı təmizləyək. Yuxarıdakı funksiya kök x çıxılsın. Aşağıdakı funksiya x-in kvadratı dx. Bax belə. İndi ayrı-ayrı yazıram. İntegral 0-dan 1-ə qədər kök x dx çıxılsın integral 0-dan 1-ə qədər x kvadratı dx. X kvadrat dx. Bax belə. Uşaqlar, burada siz bir şey bilməlisiniz ki, integral kök x dx bərabərdir 3/2 x kök x plus s-dir. Gətirib burada yerinə yazsam olacaq nə? Olacaq 3/2 x kök x sərhəd 0-dan 1-ə qədər çıxılsın. X kvadratı nə olacaq? X kubunun 3/1-i 0-dan 1-ə qədər. Bax belə. İndi apar birləri qoymaq kifayət eləyir. 0-ı qoysam 0 eləyəcək. Olacaq nə? 3/2 çıxaq 3/1. Bu da eləyəcək nə? Bu da eləyəcək 3/1. Yəni ki, sahə də bərabər oldu 3/1. İndi tutalım ki, qrafiki qura bilmirsiniz və burada heç qrafik verməyib sizə. Sadəcə deyib ki, kök x və x kvadrat xətləri ilə, funksiyaları ilə hüdudlanmış fiqurun sahəsini tapın. Burada siz bilməyəcəksiniz də artıq kök x-dir yuxarıdakı. Elə biləcəksiniz x-in kvadratıdır. Heç nə. Sən bunu belə yaza bilərsən. İntegral 0-dan 1-ə qədər x kvadratı çıx kök x dx. Belə də yazsan, cavabı alacaqsan -3/1. Amma onun sən modulunu götürəcəksən. Bax bu şəkildə.
Yəni mənfi də alsan sahəni, sahə mənfi olmadığına görə müsbət qiymətin götürməyin yəni kifayət edir. Deməli 6 oldu nə? 6 oldu A bəndi. Baxaq nəyə? Baxaq 7-yə. 7 ilə davam edirik. Aha. 7 görək bizə nəyi verəcək? 7 deyir ki, mənfi integral 0-dan pi bölünsün 2-yə qədər. Bax, bir şey bil ki, sinus x, kosinus x verəndə sənə, sinus x, kosinus x verəndə sənə, sən neynə? Sən burada 2-yə vur və 2-yə böl. Çünki sürətdən alınmalıdır sinus 2x, məxrəcdə də alınmalıdır nə? Məxrəcdə alınmalıdır 2. Bax, belə. Deməli, bunu yazırsan ki, 2-də 1 sinus 2x dx. Bax, belə. Mənfi 2-də 1 olacaq belə. Mənfi 2-də 1 integral 0-dan pi bölünsün 2-yə qədər sinus 2x dx. Sinus 2x dx. İndi bax. Gəlin birinci bu integralı hesablayaq. İntegral sinus 2x dx-dan. Sən bunu birbaşa hesablaya bilməyəcəksən. Çünki bax, burada 2x-dir. Diferensial altda x-dir. Sən nə elə? Sən bura bir 2 əlavə elə və qarşıya da o 2-də 1-i at. Olacaq nə? 2-də 1 integral sinus 2x, sinus 2x d2x. Vəssalam. Bu olacaq nə? Bu olacaq mənfi 2-də 1, mənfi 2-də 1. Kosinus 2x, kosinus 2x. Bu şəkildə. Mənfi 2-də 1, burada da bir mənfi 2-də 1. Olur nə? Olur 4-də 1, 4-də 1. Kosinus 2x. Sərhədlər 0-dan pi bölünsün 2-yə qədər. Bu deyiləcək nə? Bu deyiləcək 4-də 1, kosinus pi çıxılsın 4-də 1, kosinus 0. Kosinus pi nədir? Mənfi 1. Mənfi 4-də 1 çıxaq 4-də 1-dən. Bu deyiləcək mənfi 2-də 1. Mənfi 2-də 1 yəni ki B bəndi olmuş olacaq. B bəndi. Bax belə. B bəndi. Bax. Nə edirsən burada? Burada deyir ki hesablayın. Yazıram ki integral 5 bölünsün 4x plus 5 dx. Sən burada yaxşı olar ki 4x plus 5-ə bir t deyəsən və hər tərəfi diferensiallayasın. Hər tərəfi diferensiallayasın. Burada olacaq 4x-in törəməsi 4dx bərabər olacaq dt-yə. 4dx bərabər olur dt-yə. Dx-in özü isə bərabər olur 4-də 1 dt-yə. Gətirək burada əvəzləmələri yerinə qoyaq. Olacaq integral 5-i çıxard lap çölə. 5 çıxdı çölə. Dx nədir? 4-də 1. 4-də 1, 4-də 1. Deməli, burada nə yazmışam? Yazmışam ki 1 bölünsün 4x plus 5-ə nə demişəm? T və dt. Bərabər olur nə? 5 bölünsün 4 integral 1 böl t dt. Bax belə. Bu deyilir nə? Bayaq yazdığımız olur 5 bölünsün 4 ln modulda t plus s. T nə idi? 4x plus 5. Olacaq, gətir yaz. 5 böl 4 ln 4x plus 5 modulda plus s. Vəssalam. Bu da sənin cavabın. Deməli, bu da oldu B bəndi. Bax belə. B bəndi. İndi baxaq 9-a. Baxaq 9-a. Görək 9 nədir? Deyir ki, 2-dən 10-a qədər 32-dir. 1-dən 2-yə qədər hesablayın. Bax. Burada. İntegral deyir 1-dən 2-yə qədər fx dx. Daha doğrusu fx dx nədir? Belə elə. F 8x çıxaq 6. 8x çıxaq 6 dx. Gəl eləyək. 8x çıxaq 6-ya yenə də t deyək. Hər tərəf diferensiyallasam 8 dx bərabər olur dt-yə.
dx bərabər olur 8-də 1 dt-yə. Bax belə. Gətirib yazsam integral 0, daha doğrusu 1-dən 2-yə qədər olacaq ft 8x çıx 6 t demişdim axı. dx nədir? 8-də 1 dt. 8-də 1 dt. Bax belə. Bu bizə nəsə verəcək bu yol. Bu yol bizə yox, bu uzun gedəcək. Bu yol uzun gedəcək burada. Gəl nə edək? Gəl burada sərhədləri müəyyənləşdirək. Bax burada. 8x çıx 6-ya t demişdim. Sərhədlər nədir? 1-dən 2-yə. X 1 olanda, x bərabərdir 1 olanda. T neçə olur? 2. X bərabərdir 2 olanda t neçə olur? T olur 10. Sərhədləri dəyişib yazıram. İntegral 2-dən 10-a qədər. 2-dən 10-a qədər. Aha. F x fx dx. Daha doğrusu ft dt. Axı burada əvəzləmişdim. ft dt. 8-də 1-i də çıxaraq qarşıya. 8-də 1. Bax belə. İndi bax burada. Fikir ver, bax. Bunun cavabı nədir elə? 32 deyil. Yazırsan ki, 8-də 1 vurulsun 32. Bu deyilir 4. Yəni ki, C bəndi olmuş olur. Bu şəkildə. C bəndi olmuş olur. Davam eləyək 10-cu sualına. Onda modul. Sən birinci bilməlisən ki, bu x çıx 2-ni bərabər edirsən 0-a, x bərabər olur 2-yə. Deməli, bu 2-dən böyük bir ədəd olanda, 2-dən yəni sağ tərəfdə müsbət olacaq, sol tərəfdə mənfi olacaq. Yəni, sən bunu yazırsan ki, integral 0-dan 3-ə modulda x çıx 2 dx bu bərabərdir. Sərhədləri dəyişib yazsan. İntegral 0-dan 2-yə qədər mənfisi olacaq. 2 çıx x dx üstə gəlinsin. İntegral 2-dən 3-ə qədər x çıx 2 dx. Bax bu şəkildə. Belə. İndi bu nə olur? Birinci tərəf olur 2x çıxaq 2-də 1 x-in kvadratı. Sərhəd 0-dan 2-yə. 2-ni qoysam 4 çıxaq. Kvadrat 4, yarısı 2. Bu elədi 2. Yəni birinci tərəf oldu. Bura oldu 2. Bura oldu 2. İkinci tərəfdə olacaq x kvadratının yarısı çıxılsın 2x 2-dən 3-ə. 3-ü qoyanda kvadratı 9. 9 bölünsün 2 çıxaq. 3 2-nin 6. Çıxılsın 2-ni qoyanda kvadratı 4. 2-yə bölürəm 2. Üstə gələk 4. Bu eləyir nə? 9 bölünsün 2. Çıxaq 4. Deməli, yekun cavab nə oldu? Cavab oldu 2. Üstə gələk 9 bölək 2 çıxaq 4. Yəni 9 bölünsün 2 çıxaq 2. 9 bölü 2 çıx 2. Bu da ortaq məxrəc 2-dən 9 çıxaq 4. Yəni 5 bölünsün 2 və yaxud da ki 2,5. 5 bölü 2. Y bəndi. Bax belə. Bax belə. 11-ci sual. Aha, 11. Çox maraqlı sualdır. Niyə? Uşaqlar, bunun cavabı, bu integralın cavabı avtomatik 0-dır. Hardan bilirəm? Bax, bizdə belə bir xassə var ki, integralda. İntegral mənfi a-dan a-ya qədər fx dx. Bunun cavabı 0 olur. Hansı halda? O halda ki, fx tək funksiya olanda. Bu funksiyada verilən bu fx funksiyası bu təkdir. İndi hardan gəldiyini deyəcəm. İntegral bir də var ki, mənfi a-dan a-ya qədər fx dx. Bunun cavabı 2 integral 0-dan a-ya qədər
fx dx-a bərabər olur. Hansı halda? O halda ki, fx cüt funksiya olanda. Cüt funksiya olanda. Bax, indi gəl bu verilən funksiyaya bir fx deyək. Fx bərabər olsun 6x üstü 5 çıxılsın 3x-in kubu üstə gələk 4x. Biz də funksiyanın təkliyin cütlüyünü ondan bilirik ki, f mənfi x mənfi fx olarsa, deməli bu nədir? Bu tək funksiyadır. Gətirək burada mənfi x qoyaq, x-ların yerinə. Olacaq nə? 6 vuraq, mənfi x üstü 5 çıxaq. 3 vurulsun mənfi x-in kubu, üstə gələk 4 vuraq mənfi x. F mənfi x bərabər olur. Mənfi 6x üstü 5, üstə gələk 3x-in kubu, çıxaq 4x. İndi bax, fikir ver. F mənfi x, bunlardan, bax buradan, mənfini çıxartsam mən qarşıya, olacaq nə? Mənfi 6x üstü 5, çıxaq 3x-in kubu, üstə gələk 4x. Bax, fikir ver, elə bu funksiya fx-in özüdür də elə. Deməli, buradan f mənfi x bərabər olur mənfi fx-a. Gördün, yazdığım şeyə gəldim, çıxdım. Deməli, bu tək funksiyadır. Tək funksiyadırsa, cavab oldu 0. Bax, belə. Davam eləyək 12-ci sualdan. Baxaq 12-yə. Deyir ki, parçalı funksiya verir yenə. Bax, fx verib ki, 2x və x kvadratı çıxılsın 1. X 1-dən böyük bərabər olanda 2x-dir. X 1-dən kiçik olanda x kvadratı çıx 1-dir. Buna əsasən də bizdən istəyir integral 0-dan 2-yə qədər fx dx. Bax, bu integralın cavabını istəyir. İndi bax burada. Mən bu sərhədi dəyişib yaza bilərəm də. İntegral 0-dan 1-ə qədər fx dx üstə gəl. İntegral 1-dən 2-yə qədər fx dx. Bax, bu şəkildə xassəyə əsasən mən sərhədləri dəyişdim. İndi 0-dan 1-ə qədər. Bax, 0-dan 1-ə qədər olacaq bu funksiya. Bax, x kvadratı çıx 1. Çünki niyə? Sərhəd sənə deyir ki, x 1-dən kiçik olanda, bax, bu parçalı funksiya o demədi ki, bax, burada sənə verib, x 1-dən kiçik olanda qarşısındakı funksiyanı götürürsən. Yəni, yazırsan ki, integral 0-dan 1-ə qədər x kvadratı çıx 1 dx üstə gəl. İntegral 1-dən 2-yə qədər, bax, fikir ver, x 1-dən böyük bərabərdir. Həqiqətən də elədir də, bax, 1-dən, 1-in özündən 2-yə qədər. Görsən, qarşısındakı funksiyanı götür. Yəni, olacaq 2x dx. Bax, belə. Birinci tərəf nə olacaq? X kubu bölünsün 3, çıxaq x 0-dan 1-ə qədər. Üstə gələk, ikinci tərəf olacaq x kvadratı 1-dən 2-yə qədər. Dapar 1-i qoy, olur 3-də 1, çıxaq 1. Üstə gələk. 2-nin kvadratı 4 çıxaq, 1-in kvadratı 1. Bu deyilir nə? 3-də 1, üstə gəlinsin 2. Üstə 1, üstə gəlinsin 2. Bu deyilir nə? 3-də 1 plus 6. Yəni ki, 7 bölünsün 3. Y bəndə. Bax, belə. 13-cü sual. 13-ə baxırıq. Bax, fikir ver. Deyir ki, integral x vurulsun gx dx. Burada bərabərdir. X üstü 4 çıxaq 3x-in kvadratı üstə gələk 2x-in kvadratı.
Bizdən J-X-i soruşur. Ne edəcəksən? Bax bu x sabitdir. X-i çıxarsan integral qarşısına. X vurulsun integral. Jx dx bərabər olsun. X üstü 4 çıxaq 3x kvadratı üstə gəlinsin 2x-in kvadratı. Və bərabərliyin hər iki tərəfin x-a bölürsən. Hər iki tərəfin x-a bölürsən. Bu x-lar gedir. Qalır integral jx dx bərabərdir. X kubu kəsiri bölürəm, çıxılsın 3x, daha doğrusu bax burada kubdur. 3x-in kubu. 3x kvadratı üstə gələk 2x. Bu oldu belə. Bizə deyir ki, J-X-i tap. Bayaqçı qaydada hər tərəfdən törəmə alsan. Törəmə integralı aparır. Qalır nə? J-X bərabər olur. X kubunun törəməsi nədir? X kubunun törəməsi 3x-in kvadratı çıxılsın. 3x kvadratın törəməsi 6x plus 2. 6x plus 2. Bax belə. Biz harada səhv elədik ki, belə cavab almadıq? Yəni, qoy baxım elə. J-X-i deyir, tapın. X-i çıxartdım qarşıya, hər tərəf böldüm X-a. Kvadrat, aha. Hədə burada hər tərəfdən törəmə alandan sonra belə tapılır da cavab. Yəni, burada başqa nə var ki? Başqa axı eləyəsi heç nə yoxdur burada. Hər tərəfi böldüm x-a. Da x sabitdir də, çıxartdım integral qarşısına. Hər tərəfi böldüm x-a. Bəs yaxşı. Bəs yaxşı. İndi burada görək nə eləyə bilərik başqa. Gəlin. Başqa gediş eləyək hələ. Bu yol düzdür. Amma nə eləyək? İntegral x jx dx burada bərabər olsun. X üstü 4 çıxaq 3x kubu üstə gələk 2x kvadratı deyək. Gəl x-i çölə çıxartmamış törəmə alaq. Hər tərəfdən görək bu nə verir bizə. Törəmə integralı aparır, qalır x jx bərabər olur. X üstü 4-ün törəməsi 4x-in kubu çıxaq. 3x kubunun törəməsi 9x-in kvadratı. Üstə gəl, bu da eləyəcək 4x. İndi hər tərəfi x-a bölək. Bölsəm jx-i də alaram ki. Nə alacam? Alacam 4x kvadratı çıxılsın 9x plus 4. Əvəz salam. Jx tapıldı. Belə. 4x kvadrat çıx 9x plus 4. A bəndi. Bax belə. Davam eləyək 14-cü sualdan. Baxaq 14-ə. Deyir ki, 1-dən 5-ə fx-in cavabı 3-dür. 1-dən 3-ə 2-dir. 3-dən 5-ə. İndi mən burada integral 3-dən 5 fx dx. Burada yaza bilirəm ki. Necə yazacam? Yazsam ki, integral. Bax görək, indi bu düşündürücü sualdır. Burada sərhədləri yəni necə dəyişək ki, əlverişli olsun. Bax burada gəlin 3-dən 5-i yazmayaq. 3-dən 5 bizə bir şey verməyəcək. Gəlin 1-dən 5-in sərhədlərini dəyişək. Fx dx. Bunun sərhədlərini dəyişib yazsam, yazaram ki, integral 1-dən 3-ə qədər fx dx üstə gəlinsin integral 3-dən 5-ə qədər fx dx. Bax belə. Bu şəkildə yazdım bunu.
1-dən 5-ə qədər cavab nədir? 3. 3 bərabərdir. İntegral, daha doğrusu 1-dən 3-ə qədər nədir? 2. 2 üstə gəlinsin. İntegral 3-dən 5-ə qədər fx və dx. Belə. İndi burada integral 3-dən 5-ə qədər fx dx bərabər olur nəyə? 1-ə. Bərabər oldu 1-ə. Vəssalam. Cavab da oldu 1. Yəni ki, B bəndir. Belə. Baxaq neçənci suala? 15-ci suala. 15 ilə davam edirik. 15-də yenə yazırsan integral 2x dx üstə gəlinsin integral 2 kosinus kvadratı yarım x dx. Bax belə. Burada bil ki, kosinus kvadratı x bərabərdir 1 plus kosinus 2x bölünsün 2-də. Kosinus kvadratı yarım x bərabərdir 1 plus kosinus x bölünsün 2-də. Gətirib burada yazsın. İntegral 2x dx üstə gəlinsin. İntegral 2 vuraq. Yazırsan 1 plus kosinus x bölünsün 2 və dx. 2'lər gedir, qalır nə? Birinci tərəf olacaq nə? 2x'in integralı eləyir x kvadrat üstə gəlinsin. İntegral 1 plus kosinus x dx. Kosinus x dx. X kvadratı üstə gəl. 1'in integralı x. Kosinusda da sinus x və plus bir də integral sabiti olan s. Bax bu. X kvadratı üstə gəl x plus sinus x c bəndir. C bəndir. Bu şəkildə. Davam eləyək. Davam eləyək. 16 ilə 16'ya baxaq. 3-2 nöqtəsində gx funksiyasının törəməsi bu olduğuna görə gx plus 1 funksiyası neçə olar? İlk öncə mən burada hər tərəfi integrallasam, bax verib g iştirik x bərabərdir 3x kvadratı çıxaq 5. Hər tərəfi integrallasam, integral törəməni aparacaq, qalacaq gx bərabər olsun. Bunun da integralı x-a görə diferensiyallanan olduğu üçün 3x kvadratı eləyəcək x kubu çıxılsın 5x və üstə gəl bir də integral sabit olan s. İntegral sabit olan s. İndi deyir ki 3'ü qoy 2'yə bərabər elə. 3'ün kubu çıxaq 5 dəfə 3'ün 15 plus s 2'dən 27 çıxılsın 15'i plus s bərabər 2'yə 27'dən 15 çıxıram. Nə qədər eləyir? 12. 12 plus s 2'dən s'ni də buradan tapsan ki mənfi 10. S bərabər oldu mənfi 10'a. İndi bizdən nə istəyir? Biz deməli, ümumiyyətlə, gx-i tapdıq, x kubu çıxılsın 5x çıxılsın 10. Gx bu oldu. Bizə deyir ki, gx plus 1'i tap. Gx plus 1'i tap. Vəssalam, gətirib burada x gördüyüm yerə x plus 1 yazacağım. X plus 1'in kubu çıxılsın 5 dənə x plus 1 çıxaq 10. Vəssalam, indi birinci tərəf nə eləyəcək indi? Burada gx plus 1 bərabər olacaq. Kuba görə açsam olacaq. X kub üstə gəlinsin 3x kvadratı plus 3x plus 1 çıxaq 5x çıxılsın 5 çıxaq 10. Bax belə. Və buradan da bərabər olur. Bunları sadələşsəm olacaq ki x kub üstə gəl 3x'in kvadratı eləyəcək çıxılsın 2x çıxaq 14. Görək burada. Bunu başqa necə yaza bilərik? Belə cavab yoxdur.
İndi bunu biz belə də saxlaya bilərik də. Bax, fikir ver. Bunu mən yaza bilərəm ki, x plus 1-in kubu çıxaq 5x çıxılsın 15. Bax, belə, bu şəkildə. Bu da oldu nə? Bu oldu B bəndi. Belə. Bax, bu şəkildə. 17 deyir ki, gəl bunları bir integralın altında yazaq. İntegral kosinus kvadratı 5x üstə gəlinsin sinus kvadratı 5x dx. Bu eləyir nə? İntegral 1 dx. Bu deyilir x plus c. B bəndi. Bax, belə. Davam eləyək 18-ci sualdan. 18 hasildən cəmə. Gəl burada bir düsturları da yadımıza salaq. Biz bilirik ki, sinus x vurulsun sinus, daha doğrusu sinus nə idi? Kosinus y bərabərdir. Bu 2'də 1 vurulsun ordu. Sinus x plus y. Üstə gəlinsin sinus x minus y. Bax, bu bizdə düstur idi. İndi burada vurmada da gətirib tətbiq edəcəm. Sinus 6x-i vuracam kosinus 4x-i. Bərabər olacaq. 2'də 1. Sinus deməli 4 plus 6 10x üstə gələk sinus 6 çıx 4 2x. Bax, belə. Deməli oldu integral 2'də 1 və yaxud da ki, gəl burada 2'də 1'i çıxardaq sonra 2'də 1 integral sinus 10x üstə gələk sinus 2x. Bax, belə. Bu deyiləcək nə? Bax, indi burada olacaq 2'də 1, daha doğrusu mənfi 2'də 1 vuraq. 10'da 1 kosinus 10x çıxılsın. Olacaq nə? 4'də 1 kosinus 2x və plus c. Sadələşdirsəm olacaq ki, mənfi 20'də 1 kosinus 10x çıxılsın 4'də 1 kosinus 2x və sabit. Bax, belə. O da oldu harda? O da oldu y bəndində. Bu şəkildə. 19-cu sualla davam edək. 19'a baxırıq. Deyir ki, A-dan B-yə 2x çıx 2-ci cavabı 3'dür. 2x olacaq nə? X kvadratı çıxılsın. 2 olacaq 2x. Sərhədlər A-dan B-yə. Deyir ki, 3'ə bərabərdir. B kvadratı çıxılsın 2B. Çıxaq A kvadratı üstə gələk 2A bərabərdir 3'dən. B kvadrat çıx A kvadrat plus 2A çıxılsın 2B yazsam bərabər olacaq 3'ə. Bizdən B-ni istəyir. Kvadratlar fərqi kimi açsam B çıx A, B plus A. Üstə gələk. 2'ni çıxardıram. A çıx B bərabər olur 3'dən. A çıx B bərabər olur 3'dən. İndi bax. Burada nə eləmək olar? Gəl. Burada B plus A-nı bizə verib 5. Gətirib yazsam, olacaq 5 dənə B çıx A. Üstə gələk 2 dənə A çıx B bərabər 3'dən. Mən burada bax, bu ifadədə mənfini qarşıya çıxartsam, 5 dənə B çıx A çıxaq 2 dənə B çıx A yazsam bərabərdir 3'dən. Bu eləcək nə? 3 dənə B çıxılsın A bərabər olur 3'ə. Deməli B çıx A nə imiş? B çıx A 1 imiş.
Əlimdə nə var? Əlimdə var B plus A 5, B çıx A 1. Bax, belə bir sistem. Bizə B lazımdır. Tərəf-tərəf toplasam 2B, A'lar gedəcək, bərabər olur 6-ya. B-ni də tapacam ki 3. B də bərabər olacaq 3-ə. Bax belə. Bax belə. 20-ci sual. Yenə də ştrixlənmiş hissənin sahəsi. Burada fikir ver. İntegral hardan 2-dən 5-ə qədər? 2-dən 5-ə qədər, 2-dən 5-ə qədər. 3x kvadratı dx. Vəssalam. Bu olur nə? X-in kubu 2-dən 5-ə qədər. 125 çıxaq 8-dən 117. Bax belə. 117. 21. 21-ə baxırıq. İntegral 1-dən y kubuna qədər 1 bölü x dx bərabər olur. 1 bölü x nədir? ln modul x, ln modul x. Amma ki, fikir ver, burada modulu yazmağımıza ehtiyac yoxdur. Bax, 1 müsbətdir. Y kubu da müsbətdir. Bax, müsbət aralıqda modul yazmağa ehtiyac qalmır. Elə olur nə? ln x, sərhədlər 1-dən y kuba qədər. ln y'nin kubu çıxaq ln 1 bərabər olur. 3 çıxaq 0 bərabər olur elə 3-ə. Deməli, düzgün cavab oldu B bəndi. 3. B bəndi. Aha, 22. 22. 22-yə baxaq. Yenə də gəlin ayrı-ayrı hesablayaq. İntegral 0-dan 3-ə qədər modulda x çıx 3 dx bərabərdir. Bunu yazıram ki, integral fikir ver. Bax, burada 3-dən böyük olanda müsbət, kiçik olanda mənfi. Kiçik olanda mənfi. Amma bizdə sərhədlər bax, 0-dan maksimum 3-ə qədər verib də burada. 3-ü aşmır. Məsələn, 4 olsaydı yaza bilərdim. Amma elə bunu yazıram elə 0-dan 3-ə qədər mənfi hissəsini götürəcəm. 3 çıx x dx yazacam. Bu da olacaq 3x çıxaq 2-də 1 x-in kvadratı 0-dan 3-ə qədər. 3 dəfə 3-ün 9 çıxaq kvadratı 9 bölünsün 2. Bu deyilir 2-də 18 çıxaq 9. Yəni 9 elə bölünsün 2. 9 böl 2. Birincinin cavabı oldu 9 böl 2. İkinci integral deyir ki, 1-dən 4-ə qədər modul x çıx 2 dx bərabərdir. Burada 2 müsbət və mənfi. Ay sağ ol. Burada yazsan ki, integral mənfi, daha doğrusu mənfi nə idi? 1-dən 2-yə qədər mənfi olur. 2 çıx x dx. Üstə gəl integral 2-dən 4-ə qədər x çıx 2 müsbət, yəni ki, dx. Bax belə. Bax belə. Birinci tərəf olacaq. Bax, burada birinci tərəf olacaq. 2x çıxaq 2-də 1 x-in kvadratı 1-dən 2-yə. Bu bərabər olacaq. Deməli, 4 çıxılsın. 4-ün yarısı 2 çıxaq. 2 plus 2-də 1. Bunlar gedir, qalır nə? 2-də 1, 2-də 1. İndi ikinciyə baxaq. X kvadratının yarısı çıxılsın. 2x, 2-dən 4-ə qədər. Kvadratı eləyir 4-ün. 16-nın yarısı 8 çıxaq. 4, 2-nin 8. Və çıxılsın. 2-nin kvadratı 4, 2-yə böldüm 2. Üstə gələ 2, 2-nin 4. Bunlar gedir, nə qalır? Bu deyilir 2. Yəni olur 2-də 1, üstə gələk 2. Bu deyilir 5 bölək 2. 5 böl 2 burada, 9 böl 2 burada. 5 böl 2 plus 9 bölək 2-dən deyilir 7. Yəni ki, y bəndi. Y bəndi. Bax belə. Baxaq neçəyə? 23-ə. Davam eləyək 23-lə. 23-də bizə nə verib? Yenə də sahə.
Fikir ver, hardan gedir? Bax, bura, bax bura. 0-dır. 0-dan ln 5-ə. Gətirib yazırsan ki, integral 0-dan ln 5-ə qədər y üstü x dx. Uşaqlar, y üstü x-in integralı elə y üstü x-dır. 0-dan ln 5-ə qədər. Buradan da olur y üstü ln 5 çıxaq y üstü 0. Bu eləyir 5 çıxaq 1-dən 4. Deməli 23-ün cavabı oldu 4. 24. 24. Deyir ki 1-dən 4-ə qədər x plus 1 24'dür. 0-dan 1'ə qədər j 3x plus 1 üstə gəl 2x dx-i hesablayın. İntegral 1-dən 4-ə qədər jx dx üstə gəl yazıram. İntegral 1-dən 4-ə qədər 1 dx. Bunun cavabı deyir 24'dür. 24'dür. Və gəl birinci buranı hesablayaq. 1 dx nə olacaq? X 1-dən 4-ə qədər 4 çıx 1 3. 4 çıx 1 3. Yəni ki, bax buranın cavabı eləyəcək üstə gəl 3 bərabər 24-dən. İntegral 1-dən 4-ə qədər jx dx bərabər olacaq nəyə? 21-ə. 21-ə. Aha. Görək sonra. Nə eləyə bilirik? Burada 3x plus 1. Və sərhədlər deyir ki, 0-dan 1-ə qədər. Əgər o 1-dən 4-ə qədər olsaydı, nəysə, indi gəlin belə eləyək. Bu aşağıdakını da bir araşdıraq. Yazaq ki, ayrı yazsam 0-dan 1-ə qədər j 3x plus 1 dx üstə gələk 0-dan 1-ə qədər 2x dx. Bu 0-dan 1-ə qədər 2x dx olacaq. X kvadratı 0-dan 1-ə bu eləyəcək 1. Deməli bax, bu hissənin cavabı olur, buranın cavabı olur. Üstə gəl 1. Bura elədi 1. Ay sağ ol. Bu elədi 1. Və burada gəlin indi buna baxaq. 3x plus 1-ə t deyirəm. 3 dx bərabər olacaq dt-yə. Hər tərəfi diferensiyallayıram. Dx də bərabər olur 3-də 1 dt-yə. 3-də 1 dt-yə. İndi burada x bərabər 0 olanda t nə olur? T bərabər olur 1-ə. X bərabər 1 olanda t bərabər olur 4-ə. Gətirib yazıram ki, integral 1-dən 4-ə qədər gt dx nədir? 3-də 1 dt. 3-də 1-i çıxartdım qarşıya, olacaq dt. 3-də 1 dt. İndi. Elə bunun da cavabı nədir? Bax burada bu 24'dür. Daha da 24 yox, 21'dir. Olur nə? 21 bölək 3 eləyir 7. Və bir də burada 1 var idi. 7-nin də üstünə 1 gəlləm eləyir 8. Deməli bax, düzgün cavab oldu nə? Düzgün cavab oldu 8. Aha, davam eləyək 25-ci sualla. 25-də də bizə ştrixlənmiş hissənin sahəsini, yəni hüdudların fiqurun sahəsini istəyir. Uşaqlar, bunu 2 yolla yazacağım. Birinci yol integral yoldur, bildiyimiz yol. Fx-i gəlin jx-ə bərabər eləyək. Deməli, x kvadratı bərabər olsun mənfi 2x kvadratı üstə gəl 3. 3x kvadratı 3-dən x buradan bərabər olur 1, x bərabər olur mənfi 1. Yəni ki, integral mənfi 1-dən 1-ə qədər 3x kvadratı çıxılsın 3 dx bərabərdir. Və gəlin bunu modulda yazaq.
modulda yazaq, mənfi çıxsa müsbət olsun sahə. Olacaq nə? X-in kubu çıxaq 3x sərhədlər -1-dən 1-ə qədər modulda bərabərdir. İndi nə olur? 1 çıxaq 3 çıxılsın -1 üstə gələk 3. Olur 1 çıx 3 üstə gəl 1 çıx 3. Bu eləyir, bunlar əlbəttə ki modulda. Eləyir modulda -4. Bu da eləyəcək 4. Deməli, hüdudlanan fiqurun sahəsini tapdım 4. Bu birinci yol. Bax, bu birinci yol. İkinci bir yol isə, bax, bura qədər funksiya oldu, bura qədər saxladım, silmədim. Burada iki funksiyanı bir-birinə bərabərləşdirəndən sonra siz heç integralı bilməsəniz də belə bu tipli suallarda siz sahəni çox rahatlıqla tapa bilərsiniz. Nə edirsiniz? Burada olur 3x kvadratı bərabərdir 3-ə. 3x kvadratı çıxılsın 3 bərabər edirsiniz 0-a. 3-ü keçirdiniz, belə deyək, bərabərliyin soluna. İndi burada bu kvadratik tənlikdə a bərabərdir 1, b bərabərdir, daha doğrusu a bərabər 1 yox, a bərabərdir 3, b bərabərdir 0 və c də bərabər -3 olur. Uşaqlar, sahə bərabərdir, diskriminat vurulsun, kök diskriminat bölünsün 6a-nın kvadratı. Bax, bununla tapılır. Burada diskriminat bərabərdir. Bax, bu tənlik üçün diskriminat olacaq nə? 0 üstə gəlinsin. Deməli, 4 üçün 12-ni 3-ə vurdum, 36. Bərabər oldu 36. Diskriminat oldu 36. Deməli, sahə bərabərdir. 36 vur kök 36 bölünsün 6 vuraq. A nədir? 3. Kvadratı 9. Bu 6 eləyir, bununla gedir. 36-nı da 9-a bölsən eləyir 4. Gördün, nə rahat. Bu da ikinci bir yol. Yəni, integral bilməsən də belə hüdudlanan fiqurun sahəsini belə deyək ki, hesablamaq olur. Bu oldu belə. Cavab oldu 4. Keçək 26-ya. Keçək 26-ya. Deyir ki, S-dən D-yə 4dx-in cavabı 4-dür. 4-ün ibtidai funksiyası nə olur? 4x S-dən D-yə bərabər olur 4-ə. Buradan çıxır ki, 4D çıxaq 4C bərabər 4-dən və D minus C demə 1 imiş. D minus C 1. İkinci tərəfdən mənfi C-dən D-yə 2dx 6-dır. Olur 2x mənfi C-dən D-yə 6 olur. 2D üstə gələk 2C bərabər 6-dan. Sən demə D plus C-də 6-nın yarısı 3 imiş. Nə oldu? Aldı D çıx C bərabər 1-dən. D plus C 3. Belə sistem. 2D 4-dən D-ni tapırsan 2. D oldu 2. C də oldu 1. CD hasilini istəyir. C vur D deyilir. 2 vur 1-dən 2. Cavab oldu 2. Bax belə. Cavab oldu 2. 27. 27-yə baxırıq. Bax yenə də. Bunu gəlin integralsız yazaq. Y-ləri bərabər eləyək bir-birinə. Mənfi x kvadratı üstə gələk 2x plus 2 bərabərdir. Mənfi 2x çıxaq 3-ə. Mənfi x kvadrat üstə gəl 4x plus 5 bərabər 0-dan. Mənfiyə vur hər tərəfi. X kvadratı çıxaq 4x çıxılsın 5 bərabər 0. 5 bərabər 0. Diskriminatı tap. Diskriminat bərabərdir. 16 üstə gələk 20. Elədi nə? 36. Diskriminat elədi 36. A bərabər 1-dir. Vəssalam. Sahə bərabərdir. Diskriminat vur. Kök diskriminat bölünsün 6A kvadratı. 36 vuraq. Kök 36 bölünsün 6 vuraq 1.
6'lar gedir, cavab eləyir 36. Deməli, sahə neymiş? Sahə 36-dır. Bax belə. Sahə 36-dır. Bu şəkildə. 28. Aha, 28 yenə. Bax, modulları ayrı-ayrı yaz. İntegral 1-dən 5-ə qədər. Birinci modul y plus 2 dy. Bax, gəlin bunu hesablayaq. Uşaqlar, fikir verin. Bax, -2-dən belə deyək, böyük bir ədəd verəndə, böyük bir rəqəm verəndə olur müsbət, -2-dən kiçik verəndə mənfi. -2-dən kiçik verəndə mənfi. İndi bax, indi fikir ver. Burada 1 ilə 5 arası, bu -2-nin ətrafında deyil. Sən ona görə bunu götür müsbət kimi aç. Olur integral 1-dən 5-ə qədər y plus 2 dy bərabər olur. 2-də 1 y kvadrat üstə gəlinsin 2y 1-dən 5-ə qədər bərabərdir. Kvadrat 25 bölünsün 2 üstə gələk 10 çıxılsın 2-də 1 çıxaq 2. 24'ün yarısı çıxılsın 8. 12'dən 8 çıxdım 4. Deməli birinci tərəfə cavab verdi 4. Üstə gələk. İkinci tərəfə baxaq. İkinci tərəf deyir ki, integral 1-dən 5-ə qədər, y çıx 2 dy. Yenə də bax, 2-dən sağı müsbət, solu mənfidir. Deməli sən bunu yazacaqsan ki, 1-dən 2-yə qədər 2 çıx y dy. Üstə gələk 2-dən 5-ə qədər y çıx 2 dy. Bax belə. Sən bunu belə yazacaqsan. Deməli nə eləyəcək? Bax burada da eləyəcək deməli 2y çıxaq 2-də 1 y kvadrat 1-dən 2-yə bərabər olur nəyə? Bərabər olur 4 çıxaq kvadratı 4 eləyir, yarısı 2 çıxaq 2 üstə gələk 2-də 1. 4'lər gedir, qalır 2-də 1. Birinci tərəf edir 2-də 1. İkinci tərəf nə olur? Olur y kvadratının yarısı çıxılsın 2y 2-dən 5'ə qədər. Bu deyilir 25 böl 2 çıxılsın 10 çıxaq kvadrat 4 kvadrat eləyir 4 2'yə bölsən 2 üstə gələk 2. Bunlar gedir. Qalır nə? 12,5 çıx 10 12,5 çıx 10 bərabər olur 2,5'ə. Bərabər olur 2,5'ə. Yazırsan ki 0,5 üstə gələk 2,5 bu eləyir 3. Vəssalam, burada elədi 3. Cəmdə elədi 4. Bax bu şəkildə. Bax belə. Cavab oldu 4. İndi burada baxaq nəyə? Baxaq 29'a. Bir şey bilməlisiniz ki, integral dx bölünsün a kvadratı çıx x'in kvadratı kökün altında. Bunun cavabı arc sinus x'in a'ya nisbəti üstə gəl s'dir. İntegral verib 0'dan pi bölə 2'yə qədər dx böl 9'u yazıram 3'ün kvadratı çıxaq x'in kvadratı kök altında. Olur arc sinus x'in 3'ə nisbəti 0'dan pi bölə 2'yə qədər. Olur arc sinus pi böl 3 bölünsün 2 daha doğrusu pi böl 2 böl 3 çıxaq arc sinus 0. Bu deyilir arc sinus pi bölünsün 6. Cavab belə də qalır. Bunun cavabı kitabın arxasında səhv verilib. Cavabı yazılıb ki 6'da 1. Amma 6'da 1 deyil. Arc sinus pi bölü 6'dır cavab. Belə də qalır. Aha.
30 sonuncu sual. 30'a gəlin baxaq. 30'a baxaq. Deyir ki, 0-dan y-yə qədər x bölək x plus 1 dx. Uşaqlar, yazıram ki, 0-dan y-yə qədər x-in üstə 1 gəlirəm, 1 çıxıram. Məxrəci yaratmaqdan ötürü. X plus 1. Burada da olur dx. Ayrı-ayrı kəsirə bölsəm, integral 0-dan y-yə 1 dx çıxılsın. İntegral 0-dan y-yə 1 bölünsün x plus 1 dx. Birinci tərəf olur x 0-dan y-yə çıxılsın. İkinci tərəf olur ln x plus 1 modulda 0-dan y-yə. Bu olur y çıx 0 çıxılsın ln. Belə yazaq, ln y plus 1 ln y plus 1 çıxaq ln 1 ln 1. Bax belə. Y çıxılsın ln y plus 1 çıxaq 0. Vəssalam, bu 0 eləyir də. Bu da olur y çıxılsın ln y plus 1. Bu da olur bax bizim cavab. Belə. Bu şəkildə bu da oldu sonuncu sualımız.